Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Mən sizin riyaziyyat müəlliminiz Dövran Zəfərov. Bu gündən etibarən sizlərə dəstək məqsədli qəbula düşə biləcək bir neçə sual izahını diqqətinizə çatdıracağam. Əsas istifadə edəcəyimiz material Dövlət İmtahan Mərkəzinin riyaziyyat toplusu olacaq. Vaxt itirmədən birinci sualdan başlayaq. Çevrə dairəyə aid bir sualdır, çox ideal bir sualdır. Yəni ki, buraxılış imtahanı düşə biləcək səviyyədə olan bir sualdır. İlk olaraq misalımızı oxuyaq. Çevrənin mərkəzi O nöqtəsi, diametri AB və B bucağı 62 dərəcə olarsa, AC10-u tapın. İlk olaraq yəni biz AC10-u fərqləndirəyim buradan. Baxın, ACO, alfa. Bizdən bunu istəyir. Həmin dəqiqə siz burada fokuslanırsınız nəyə? Bilirəm. Deyirsiniz ki, ACB-nin biz dərəcəsini təyin edə bilərik. Hətta bunu yaşlıla göstərim ACB-ni. Baxın buna. Birbaşa deyirsiniz 90 dərəcə. Mən niyəsini deyim. Çünki həminki ACB bucağı bizim diametrə söykənir. Yəni ki, AB diametrinə söykənir. Bu zaman bəli, siz dediyiniz kimi C-nin bucağı olacaq 90 dərəcə. İkinci asar ifadəmiz nədir bizim? B bərabərdir 62 dərəcə. Baxın, buranı verib ki, bizə 62 dərəcədir. Və üçüncü asar ifadədən mən deyim, vəssalam. Bununla da misalın həll etmək olar, tamamlanır. Təbii ki, radiuslar bir-birinə bərabər olduğu üçün ölçüləri OB OC-yə bərabərdir. O da AO-ya bərabərdir. Bizim burada OCB nəyimiz yaranır? Təbii ki, bərabər yanlı bucağımız yaranır. Yəni B 62 dərəcədirsə, bu zaman OCB nəsə olur bizdə? Təbii ki, 62 dərəcə olur. Burada 62-dir. Biz nə demişdik? ACB 90 dərəcəyə bərabərdir. O zaman biz AC10-u tapmaq üçün 90-dan çıxarıq neçəni? 62-sini. Qalar 28 dərəcə. Cavabımız olar C variantı.